Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə zamanı dünyasını dəyişən şəxs yataq xəstəsi olub. Hadisə rayonun Orta Oba kəndində qeydə alınıb. Kənd sakini Məhəmməd Pirquliyev evdə tək yaşayıb. Mərhumun qardaşı oğlu bildirib ki, 68 yaşlı əmisi evdə tək yaşayıb və xəstə olub. Həmin gün səhər saatlarında evə yaxınlaşanda Məhəmməd Pirquliyevin yatdığı otaqda yanğın olduğunu görüb, lakin artıq gec olub. Ev sahibi çarpaydan özünü yerə atsa da çölə çıxa bilməyib. Nəticədə o tüstüdən boğularaq dünyasını dəyişib. İlkin ehtimala görə yanğına səbəb siqaret olub. İndi hadisə nətərlə səhər gedəndə deyən kimi tüstü idi. Açdı qapının qağında od var idi. İki dənə vidro su ilə vurdum. Sonra ışıqla girdim. Meyit vardı. Ölüb kişi bir yerdə. Çox bacarına zad gəldi. Polis. Ekspertiza zad. Içində. Sigaretdən yanıb. Sigaret çəkirdi. Öz gəzə bilmir. Düşüb də yanımda öz yeri tam olan yerdir yanan, başqa yeri yanmır. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır. Emin Kərimov, Səsləvə xəbər, Quba.